Gününüz mübarək olsun, dəyərli xanımlar, bəylər, əziz millətimiz. Bu gün 18 oktyabr dövlət müstəqilliyinin bərpa günüdür. Və orada o prosesdə iştirakımdan məmnunam. Tarixi yaddaşım qürurlandırır, yenə də qürurlandırır ki, biz 200 illik imperiyadan sonra müstəqilliyimizi bərpa edə bildik. Bir kərə yüksələn bir bayraq bir daha dalgalanmağa başladı. Və bu millət çox zəngin millətdir. Keçən əsr 19-cu əsrin sonlarından başlayan bir milli qalxınma dönəmi nəhayət Mirzə Fətəli Axundov, Zərdabi, bu tərəfə gələndə Əlbəy Hüseynzadə, Məhəmməd Əli Rəssadə, Əhməd Bəyağoğlu və kimi nəhənglər, o cümlədən sonra gəlir Güney Azərbaycanda Xiyabani, Səttar xan Pişəvəri və Elçibəy kimi bir milli azadlıq mübarizəsi keçir. Bu millət azad olmağa məhkum olan bir millətdir. Bu millət əsarət altında yaşamağa qadir deyil. Bölürlər, bölüb idarə eləmək istəyirlər. Başqa ideologiyaların altında, başqa saxta dinlərin altında yeni insan tipi formalaşdırmaq istəyirlər, amma nail ola bilmirlər. Biz nəhayət şox fatihlər yetişdirən bir millət olaraq qürur deyə bilirik. Müstəqilliyimizi bərpa edən bir millət olaraq qürur deyə bilirik tariximizlə və genetikamızla, quruluşumuzla və bugünkü gün bayram günüdür. Bayramımız mübarək olsun. Tanrı millətimizə yar olsun. Böyük ideallarımız var. Bu ideallara çatma yolunda Tanrı hər birinizə yar olsun. Biz özümüzə sahiblənməsək, biz millətimizə və dövlətimizə sahiblənməsək, biz ideallar müəyyən edib, ideallara aşiq olmasaq, biz ideallar üçün fədakarlıq eləməsək, kimlərsə bizə deməli dost olmayacaq və yaxud da bizim iddialarımız ürəyimizdə qalaraq tədricən sönən bir millət olacaq. Və böyük idealları araşdıran mərkəz məhz bu reallığı nəzərə alaraq milli idealların sərhədini müəyyən edib və o ideallar uğrunda mübarizə aparan gənclik formalaşdırmaq, milli idealistlər ordusu qurmaq və milli modernist düşüncə ilə dünyada söz sahibi olan bir millət formalaşdırmaq iddiasında böyük iddiadır. Amma hər şey balacıdan başlayır və kimlərəsə qəribə gələ bilər, amma eyni zamanda biz buna qadir olan millətik. Bugün biz məhz 18 oktyabrda Böyük İdeallar Araşdırma Mərkəzinin ofisində ziyalılarla bir yerdəydik, ziyalıların təşəbbüsü ilə bir yerdəydik. Təşkilatımızın nəzdində Ziyalılar Ocağı, Aydınlar Ocağının təşəbbüsü ilə bir dərin masa keçirdik və burada daha çox bilim adamları, elm adamları, professorlar, fəlsəfə doktorları və həyat təcrübəsi olan insanlar dəvətli idilər. Əslən, auditoriyamız çox zəngin idi. Xanımlar, gənclər, ağsaqqallar, alimlər və bizə hər zaman mübarizənin önünə çıxıb və milləti istiqamətləndirən ziyalılara müraciət edirik. Ziyalıların dövlətçilikdə rolu və yeri. Ona görə ki, bizim bütün mərhələlərdə önə gedən ziyalılarımız oldu. Əgər biz keçən əsrin əvvəlinə getsək və yaxud 19-cu əsrin sonları, 20-ci əsrin birinci yarısı bütün proseslərə fon verən, təkan verən ziyalılarımız idi. Allah rəhmət eləsin Şirməmməd Hüseynova bir dəfə dedi, o vaxtları cəmi, yəni Məhəmməd Əmin Rəssadə dönəmində 100-ə yaxın savadlı adam var idi. Və bu 100-ə yaxın savadlı adam alim idi, mütəxəssis idi, eyni zamanda onlar ziyalı idilər. Önə gəlib, Tiflisdə Qafqaz Seymində oldular, müstəqilliyimizi elan elədilər, müstəqillik haqqında bəyannamə qəbul elədilər və dünyaya səs salıb tanınan bir dövlətin təməlini qoydular. Və bugünə qədər sonraki proseslərə baxsaq, biz baxarıq ki, yeni qalxınma dönəmi, məsələn, Güney Azərbaycanda olan proseslər həm milli azadlıq hərəkatı, həm deməli, biraz fərqli məcrada olan proseslər olmasına baxmayaraq, 5 inqilabi proses yaşamışıq bu vaxta qədər. Bu millət azad olmağa məhkumdur və önündə gedən ziyalı olanda tarix olur, yaddaş olur və biz bugün qidalanırıq. Bugün biz
maariflənmə dönəmindən, Mirzə Fətəli Axundov dönəmindən bu vaxta qədər mübarizədə olan, öndə olan insanlarımıza anlıq ehtiramla mən o sıraya çağdaş zamanımızda insanların tanıdığı Bəxtiyar Vahabzadəni, Xudu Məmmədovu, Xəlil Rza Ulutürkü, İsmail Şıxlını ehtiramla anıram və bu insanlar mübarizəyə fon verib ideallar müəyyən edirdilər. Məsələn, Bəxtiyar Vahabzadə bütövlük idealını Gürcistan poeması ilə ortaya qoydu və hətta Xəlil Rza Ulutürk bütün bəşəriyyətin dədəsi türklərdir deyərək Turan idealını ortaya qoyurdu. O vaxtlar bəlkə də buna utopik deyərdilər, emosional deyərdilər, amma zaman sübut elədi ki, bütöv Azərbaycan idealını siyasi gündəmə daşıyan Əbülfəz Elçibəyə daş atanlar bu günlər hamısı bütöv Azərbaycandan danışırlar. Əbülfəz Elçibəyə daş atanlar bugün Turandan danışırlar. Və bugün çox xoşbəxtlik ki, biz millətimiz 7-dən 70-ə və ali hakimiyyət orqanından tutulmuş aşağıya qədər bu ideallar formalaşır. Bugün biz ziyalılara müraciət etmemiz nə ilə bağlı? Ümumiyyətlə, ziyalısı olan cəmiyyət taraz cəmiyyətdir. Ziyalı aydın deməkdir, ziyalı işıq verən deməkdir, ziyalı yol göstərən deməkdir. Ziyalı millətin ruhunun daşıyıcısıdır. Ziyalı millətin yükünün daşıyıcısıdır. Yük daşıyandır. Obrazı götürək, ağır, keçməsi çətin olan yükü çiynində daşıyan ziyalı olur. Alimlərimiz böyük ordudur. Alimlərimiz ayrı-ayrı bir sahələrin mütəxəssisləridir. Bu kimyaçıdır, bu astrologdur, bu fizikdir, bu həkimdir, bu digər sahə mütəxəssisləridir. O elmi biliyi güclü olub, eyni zamanda ziyalı olan təbəqə çox möhtəşəmdir. Çox möhtəşəmdir və bugün bizim auditoriyada mənim müşahidə elədiyim nə idi? Bugünkü müzakirələrdə professor Vaqif Nəsib aparıcı oldu. Fəlsəfə doktoru Əhməd Məmmədov giriş sözü söylədi. Professor Alşan müəllim məruzə elədi. Və bu məruzələrdə tutduğumuz nə idi? Burada danışan həm alim, həm ziyalı idi. Bunlar ziyalı idi danışan. Yəni ziyalı olanda ümumi cəmiyyətin problemlərini özündə hiss eləyəndə alimliyin üstünə çıxır. Yəni alimdir, həm də ziyalıdır. Möhtəşəmdir. Biz sonraki çıxış eləyənlər mövzu ətrafında mən özüm təbii ki, ideallarımız haqqında Böyük İdeallar Araşdırma Mərkəzinin niyə ziyalıya müraciət elədiyini, niyə bu alimlərlə işi doğru bildiyini əsaslandırmağa çalışdım ki, biz auditoriyalarda nəsilimizi, gənc nəsilimizi, gənc mütəxəssisləri həm də milli idealist ruhda, milli ideallara bağlı olaraq formalaşdırmalıyıq ki, onlar cəmiyyətdə dəyərlərimizin qoruyucusu olsun. Onlar mühafizəkarcasına milli mühafizəkar olaraq dünyanı bilənlər olsunlar. Dünyanı dərk edənlər olsunlar. Dünyada söz sahibi olanlar olsunlar. Biz geyimimizi dəyişməklə, qiyafəmizi dəyişməklə, təlqinçiliyin üzərində ona-buna bənzəməklə milli dəyərlərimizə baltalayırıq. Cəmiyyətdə xeyli gileylər var. Gənclərimizin geyimi ilə, keçimi ilə, davranışı ilə və yaxud da ümumi müzakirədə bədbinlik yaradan televerilişlərimizlə, verilişlərdə qoyulan mövzuların bu millətə mənəvi dəyərlər aşılamaq yox, mənəvi dəyərləri aşındıran bir funksiya yerinə yetirməsi ilə gileylənirik. Amma gileylənmək məyusluq yaradır. Biz gileylənmədik. Biz bu günləri gələcəyə çox nikbin baxmaqla sonraki çıxış eləyənlər, çox dəyərli alimlərimiz, xanımlar, bəyəfəndilər, Vaqif müəllim, professor Vaqif müəllim, digərləri, təqribən bir o Xalilə xanım, Rəna xanım, yanımda olanlar, Qiyas müəllim, bunlar təcrübəli insanlardır, bunlar çox bilikli insanlardır, bunlar həm də məsuliyyəti dərk edən insanlardır. Mən orada bu çıxışların ortasında aydın oldu ki, hamı cəmiyyətdə ziyalının rolunu bilir, funksiyasını bilir. Eyni zamanda
onun üçün də özü hazır olduğunu deyir. Bu gün nüvə idi. Bu günlər balaca bir nüvə ilə mesaj verdik və sonunda bir qətnamə qəbul olundu. Və bu qətnamənin əsas qayəsi nə idi? Müzakirə elədik. Təkliflər əsasında bir işçi qrup tez qətnamə layihəsini hazırladı. Əlavələr oldu və Vaqif müəllim kifayət qədər elmlər doktoru, professor, həm də şair çox gözəl bir istiqamət verərək fon verdi və biz cəmiyyətə mesajımızı verək. Bugünkü Azərbaycanın qarşısında duran nələrdir? Əgər Azərbaycanda Ramiz Mehdiyevlər də var, 5-ci kolonlar da var, bunu zaman zaman deyirik, cəsus şəbəkələri var, İrandan da, Rusiyadan da, Qərbdən də ola bilir. Biz bunlardan təmizləməyin yolları ziyalını yüksək mərtəbədə qərar tutmağa təşviq eləməkdir. Ziyalını tanımaqdır. Ziyalının yeri gələndə qarşısında bir təzim eləyib onun ucalığını göstərməkdir. Ziyalının sözünə baxmaqdır. Biz İsmail Şıxlını, deməli, Bəxtiyar Vahabzadəni yenidən onların sözünü belə ziyalılara axtarmalı ki, bunlar söz desin, onların sözünü həqiqət kimi qəbul eləməliyik. Ümumiyyətlə, o cəmiyyəti tarazlığı verən dövlət hakimiyyət orqanları orada səlahiyyətlidir. Eyni zamanda ziyalı var ki, onun sözü cəmiyyəti hərəkətə gətirir, cəmiyyətə dinamika verir, cəmiyyətdə mənfi şeylərdən dayandıra bilir. Və o istiqamətdə bir dedik ki, bir körpü quraq. Mən icazənizlə bugünkü qəbul etdiyimiz qətnaməni, hansı ki biz hələlik mənim sosial şəbəkə Facebookda yayılıbdır. Onun bəndləri, birinci bəndi, ziyalı təbəqə dövlətin mənəvi dayağıdır. Azərbaycan ziyalısının əsas missiyası milli düşüncə, milli kimlik, milli həmrəylik, vətəndaş məsuliyyəti ruhunu cəmiyyətə aşılamaqdır. Çox möhtəşəmdir. Yəni, bu olanda biz cəmiyyətləşirik, bu olanda millətləşirik, bu olanda dövlətləşirik və idealları daşıyıcısı oluruq. İkinci bənd, dövlət və ziyalı münasibətləri qarşılıqlı etimada sızlanmalıdır. Təbii ki, biz hakimiyyətlər dəyişəndir, amma ziyalının missiyası əbədi və əzəlidir. Cəmiyyətdə tarazlığı qorumaqdır, dövləti güclü eləməkdir, dövlətin deməli, dövlətə dəyən təhdidlərə qarşı dirənişdir. Dövlət idarəçiliyində qərarların qəbuluna ictimai intellektual təbəqənin təmsilçiləri daha fəal cəlb edilməlidir. Biz yalnız saymalıyıq, biz alimi də saymalıyıq. Biz alimi əmək haqqına məhkum etməməliyik. Biz alimə dövlətli sifarişlər verməlidir. Onlar zəngin yaşamalıdır. Biz elmin daha gözəl karyera qurmaq üçün, zəngin olmaq üçün çox ciddi vasitə olduğunu dünya praktikasında var bunlar. Biz onu Azərbaycanda tətbiq eləməliyik. Və dövlət idarə etməsində ziyalıların qafası, ziyalıların düşüncəsi ümum qərarların qəbul olunmasında məşvərət üçün bir məclis qurulmalı və bu məclisə sayılıb seçilən ziyalılar dəvət olunmalı və onların fikirləri nəzərə almalıdır. Niyə görə? Əvvəl də dediyim kimi, ziyalı millətin ruhunun daşıyıcısıdır. Ziyalı millətin yükünün daşıyıcısıdır. Bax, bu prizmadan baxmaq lazımdır. Üçüncü çox ciddi məsələ qəbul olunmuş qətnamədə təhsil, elm, mədəniyyət və informasiya sahəsində milli ideoloji xətt gücləndirilməlidir. Məsələn, təhsil haqqında hamı gileylənir. Kimə qarşısa deyil bu. Özümüz bilirik ki, müəllimlər reputasiyalıqla məşğuldur. Orta məktəb demək olar ki, sistem olaraq taleyin ümidinə buraxılır və deməli təhsilə, orta təhsilə, ali təhsilə, elmə ayrılan büdcə və sistemin özündə tarazlıq yoxdur. Elm və mədəniyyətimiz də olsun. Biz məsələn düşünürük, ən ciddi kino yaradıcılığında son 30 ildə nəyimiz var ortada? Ortaya qoymağa ciddi bir şey tapa bilməyəcəyik. Kinematografiya milli şüurun formalaşmasıdır. Çox ciddi vəsiz bir vasitədir. Məsələn, bunun üçün nədir? Ziyalıların iştirakı ilə dövlətçilik məfkurəsində xidmət edən maarifləndirici layihələr hazırlanmalıdır. Bunu rəsmi orqanlar himayə eləməlidir ki, ziyalılar maarifləndirici bir funksiyada öndə olmalı və onların sözü keçərli olmalıdır. O da həqiqət olmalıdır. Yəni, ziyalı həqiqət olmasa, ziyalı ədalətli olmasa,
o ziyalı ola bilməyəcək. Ona deyək ki, nə qədər mən ziyalıyam desə də, eyni zamanda cəmiyyət onu qəbul eləməyəcək. Ziyalının sözü cəmiyyətdə keçərli olacaq müxtəlif təbəqələr arasında. İkinci çox önəmli məsələ, bu bənddə milli dəyərləri qoruyan, təbliğ edən mədəni proqramlar genişləndirilməlidir. Bizim televiziyalara baxaq, şou proqramlar deyirlər, nələr deyirlər. Vallahi əxlaqdan, mənəviyyatdan, kənar, dili qüsurlu, davranışı qüsurlu olan insanlar şoumen adı ilə çıxırlar və bu millətə nələr sırayırlar. O musiqilərdə nələr var. Bizdən biz darıxarıq Şövkət Ələkbərov haqqında, böyük bizim Zeynəb Xanlarov haqqında, darıxarıq Floranın səsi üçün, darıxarıq. Niyə görə? Orada musiqi var, orada sənət var. Amma bugünkü gündə müasir texnologiyalardan istifadə edərək millətin zehniyyətini zəhərləyəcək bir sistem var ki, bunlar sıradan çıxmalıdır. Dördüncü mühüm məsələ, gənc ziyalı nəslin formalaşması dövlət prioritetinə çevrilməlidir. Bizim gənclərin cəmiyyətin fəal üzvləri kimi formalaşmasında ziyalıların rolunu gücləndirməliyik. Yəni, orta məktəblərdə, ali məktəblərdə, hətta bağçalarda biz gələcəyə böyük, layiqli vətəndaş yetişdirmə proqramını ortaya qoymalıyıq. Bağçaya balacalar əylənmə yeri kimi yox, orada millət istehsal edən, intellekt istehsal edən, dəyər istehsal edən bir müəssisə kimi baxmalıyıq ki, o insanlar sabah bu dövlətin sahibi ola bilərlər. Və universitetlərdə milli ideya və dövlətçilik dərsləri, gənclər üçün liderlik və vətənpərvərlik proqramları dəstəklənməlidir. Ciddi şəkildə reformalar var. Universitet rektorları üçün çox ciddi bir boşluqlar var. Mən məsələn buradan təklif edirik, Böyük İdeyalar Araşdırma Mərkəzi mütəxəssisləri ilə bir yerdə universitetlərlə əməkdaşlığı doğru bilir və orada heç bir siyasət güdmədən, siyasi konjunkturadan uzaq və firqələrin kölgəsi yox, firqələrin fövqündə millət yetişdirmə fəlsəfəsini ortaya qoyaraq gənclərimizin asudə vaxtlarında böyük bilim adamları ilə, ideoloji dayanıqlı adamlarla görüşərək onların, gənclərimizin yeni ruhda formalaşması, idealist ruhda formalaşması məsələsinə baxmalıyıq. BİAM olaraq biz nəyi təklif edirdik bugün? Həm də ziyalılar və dövlətçilik adlı daimi diskusiya platforması yaradılsın. Bu bizim nəzdimizdə ola bilər ki, nüvə olaraq bunu fikirləşirik. Ziyalıların dövlət siyasətində iştirakı üzrə konseptual sənədin hazırlanması. Bu da bizim qarşımıza duran vəzifədir. Gənc ziyalılar üçün Milli Şüur Akademiyasının təşkili. Bu bizim işimiz, ictimai işdir və biz bunu genişləndirməyi doğru bilirik. Mən bu bəndləri mən elə gəlir ki, əhəmiyyətli bilirəm və alimlərimizin yekli rəyidir. Hər hala bir 30 nəfərə yaxın çox dəyərli insanların iştirakı ilə bu müzakirələrdə gələn qənaətdir. Amma bir şey də çox aydın şəkildə bilməliyik ki, bu millətin müstəqilliyimizdən sonra qarşısında duran bir sıra mühüm ideallar var. Bir, Şimal Azərbaycanın müstəqilliyi təmin olunur, suverenliyi təmin olunur, Ermənistanın məsələ həll olunmalıdır, inşallah həll olacaq və biz bütövlük idealımızdır. Bu bölgədə halal haqqımızı əldə etməliyik və insanlarımız o idealları uğrunda səfərbər olunmalıdırlar və güneyli, quzeyli buna hazırlaşmalıdır. İkinci, Turan dediğimiz Türk Dövlətlər Təşkilatının güclənməsi üçün ictimaiyyət hansı dəstəkləri verə bilər? Bizim kommunikasiya imkanlarımız Türk dünyası ilə hansı səviyyədədir və bunları hansı layihələri həyata keçirərək biz deməli bu ideyanın sürətlənməsi, daha ciddi qərarlar qəbul olunması üçün ictimai dəstək platformuna çevrilməliyik. Üçüncü çox mühüm məsələ Qafqazda vahidlikdir. Vahid Qafqaz evi ideyasıdır. Ermənistanla çatışma mərhələsindəyik. Gürcüstanla Azərbaycan strateji tərəfdaşlar. Eyni zamanda hələlik Qafqazda 3 dövlət strateji olaraq həmrəy deyillərsə, bir deyillərsə, gələcəkdə 3-cü dövlətlərin hansı ki cəhdlər eləyirlər, Rusiyada, İranda, başqaları da bu bölgədə polietnik bir zona deyək bunlara, mədəniyyət çoxluğu ilə, fərqlənən zona deyək, Gürcülər, Ermənilər, Azərbaycanlılar və hər bir dövlətin içərisində
etnik azlıqlar bu mədəniyyətlərin sintezini, bu mədəniyyətlərin simbiozunu o cür qurmalıyıq ki, bu dövlətlər hər zaman bir-birinə dayaq olsun və üçüncü qüvvələrin aramıza girməsinə imkan yaratmasın. Bu da ideallardan biridir. Dördüncü mühüm məsələ, demokratiyadan başqa alternativ yol yoxdur. Bunu babalarımız dedi, bunu Məhəmməd Əmin Rəssuadə dedi, böyük doğu dühalarımız dedi, dünya səs salan və Azərbaycanı dövlət olaraq yaradan insanlar dedilər və o alternativsiz idarə etmə modelidir ki, biz xalqın iradəsinin tədricən zamana uyğun olaraq, zamanın diktələri var ki, biz müəyyən mənada buxovlar var, bunları aşaraq, deməli biz demokratiyanı Azərbaycanda bərqərar etmə yollarını aramalıyıq, onun altyapısını hazırlamalıyıq. Və son olaraq, məclisimizin tonu buydu ki, biz milli idealizmdən milli modernizmə keçidin və hətta milli idealizmlə milli modernizmin üzvü sintezinin modelini cəmiyyətdə aparıcı etməliyik. Biz artıq dünyanın bir parçasıyıq, qapalı dövlət deyilik. Hərçənd ki, sərhədlərimiz bağlı da olsa, o da açılacaq mənəli gəlir. Bir sıra obyektiv səbəblər də görünür ki, bu belə də olmalıdır. Proseslərin inkişafına baxırıq biz və biz deməli dünyaya açıq dövlətik. Artıq dünyanın iri auditoriyalarında Azərbaycanın səsi gəlir. Biz o auditoriyalarda bizi təmsil edəcək milli dəyərlər daşıyıcısı olan, modern düşüncə sahibi olan insanlar yetişdirməliyik. Mən bu yolda BİAM ailəsinə, idarə heyətinə, üzvlərinə və bugünkü toplantıda iştirak edən Aydınlar Ocağı və oraya dəvət təşrif buyuran bizim aydınlarımıza uğurlar arzulayıram və millətimizə Tanrıdan yar və yardımcı olmaq diləyirəm ki, biz bu yolları asta gedək, usta gedək və hədəfimizə çataraq yeni zəfərlər qazana bilək.